Vəzləyici qüvvənin qiyməti 12 Newton. Artıq da onun təcili 3 dəfə artır. Başlanğıc anda cismə təsir edən əvəzləyici qüvvə. Baxın, F nəyə bərabərdir? MA-ya. Verilmiş cisim dediyinə görə M sabitdir. Onda F A ilə düzüm tənasib asılıdır. Yazırıq F1 bölünsün F2, A1 bölünsün A2-yə bərabərdir. İndi baxaq. Deyir ki, qüvvənin qiymətini 12 Newton artırdıqda, onda F2 nəyə bərabərdir? F1 plus 12-yə. Təcil 3 dəfə artır. A2 də bərabər olur 3A1-ə. Gətirək qoyaq yerinə. F1 bölünsün. F1 üstə gələk 12 bərabərdir. A1 bölünsün. A2-nin yerinə də yazırıq 3A1. A1-lər ixtisar gedir. 3F1. F1 üstə gələk 12-yə bərabərdirsə, onda F1-imiz nə qədər eləyir? 6 Newton cavab olur C variantı. Dartıcı traktor içi boş qoşquya. A1 bərabərdir 0,6. İçi dolu qoşquya isə 0,3 metr bölü saniyə kvadratı təcil verir. Dartıcı traktor birləşdirilib qoşulmuş hər iki qoşquya hansı təcil verəcək? Baxın, birinci qüvvə nədir? Dartıcı traktordur. Onda qüvvəni F götürürəm. F bərabərdir içi boş, yəni onun da kütləsini götürək M1. M1 vurulsun F bərabərdir MA-dan. M1 vurulsun təcilім də A1, yəni 0,6. İndi deyir yenə eyni traktordur, yəni qüvvə eynidir. İçi dolu. İçi doluya da M2 vurulsun 0,3 təcil verir. Bax bu şəkildə yazaq. İndi deyir ki, dartıcı traktor birləşdirilib qoşulmuş hər iki qoşquya yenə eyni dartıcı traktordur. Amma deyir M1 plus M2 kütləli cismə hansı təcil verəcəkdir? İndi nə edirik? Baxın, buradan M1-i tapaq. M1 nəyə bərabərdir? F bölünsün 0,6. M2-ni tapaq. M2 nəyə bərabərdir? F bölünsün 0,3-ə. Gətirək aşağıda yerinə yazaq. F bərabərdir. M1-in yerinə F bölü 0,6. Üstə gələk F bölünsün 0,3 vurulsun A. F-ləri hər iki tərəfdən aparırım. Onda 1 bərabər olur. 1 bölü 0,6 üstə gələk 1 bölü 0,3. Ortaq məxrəc 0,6-dır. Düzdürmü? Olacaq 0,6. Bir dəqiqə. Olacaq 0,6 yox. 1. Üstə gələk 2. Düzdürmü? Vurulsun A. Onda 0,6 bu da 3. İxtisar gedir, qalır 0,2. Deməli, 1 bölünsün 0,2 nəyə bərabərdir? 1 bölünsün A-ya. Buradan da A-nı tapırıq nə qədər eləyir? 0,2 metr bölü saniyə kvadratı cavab olur A variantı. Başlanğıc sürəti 3 metr bölü saniyə olan, kütləsi 5 kiloqram olan cismə 5 Newton əvəzləyici qüvvənin təsir altında 8 metr yol getmişdir. Son sürəti tapın. Bax, V nəyə bərabərdir? V0. Amma yox, buradan yox. Bax, məndən son sürəti soruşur. Bir də yolu verib. Və onu belə tapa bilərəm də. S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. Mənə yolu verib. Deyir ki, 8 metr yol gedib. 8 bərabərdir. Başlanğıc sürəti verib 3. Aha. Zamanı bilmirəm. T yazıram. Üstə gələk. A-nın yerinə də F bərabərdir MA-dan 5 Newton qüvvədir. 5 kiloqram kütləli də, kütləsi 5 kiloqramdır. Buradan A-nı tapıram ki, 1-dir. Yazıram 1 vurulsun T kvadratı bölünsün 2-yə. Buradan alıram 8 bərabərdir 3T üstə gələk 0,5T kvadratı. Düzdürmü? Yazaq belə 0,5T kvadratı üstə gələk 3D. Çıx 8 bərabərdir 0-a. Diskriminantını tapırıq. B kvadrat çıx 4AC olacaq. 9 çıxılsın 4 vurulsun. Müsbət 0,5. Vur 8. Mötərizə artıq düşdü. Buradan diskriminantı tapırıq ki, nə qədər eləyir? 25. Diskriminant eləyir 25. Onda T-ni tapsaq, olacaq. -3 üstə gələk 5 bölünsün 2 vur 0,5 1. Yəni cavab eləyəcək 2. Deməli, 2 saniyəyə nə qədər? 8 metr cisim yol gedibdir, düzdürmü? İndi məndən son sürəti soruşur. Onda belə yazıram da onu da. V bərabərdir V0 plus AT-dən başlanğıc sürətim 3, təcilim 1, zamanımı da neçə tapdım? 2. Olacaq 3 üstə gələk. 2 cavab eləyəcək 5. C variantı doğru cavab olacaq. Diametri D olan mis
kürəyə F qüvvəsi müəyyən təcil verir. D bölü 3 olarsa mis kürəyə hansı təcili verəcəkdir? Bax, F nəyə bərabərdir? MA-ya. M-in yerinə yazırıq rho V A. İkisi də mis olduğuna görə rho sabitdir və V-nin yerinə də yazaq 3/4 pi R kubu. Vurulsun A. Rho sabiti yazmıram. R-in dəyərini bax, D nəyə bərabərdir? 2R-ə. Düzdürmü? Onda R nəyə bərabərdir? D bölünsün 2-yə. Onda bax, R kubunun yerinə belə yaza bilərəm də. 3/4 pi olacaq D kubu bölünsün 8. Vurulsun A. A-sı o. İndi bax, nə edəcəm? İndi nə deyir mənə? Hansı təcil? Təcillə diametr yan-yanadır. Onda belə yazıram da. Tərs asılıq kimi. D1 bölünsün D2 kubu. Bölünsün A2 bölünsün A1. İndi baxaq. Birincinin diametri D-dir. Yazırıq D kubu. İkinci D bölü 3-dür. Onu da kuba yüksəltsək olacaq neçə? D kvadrat böl 27. Bərabərdir. D diametri olan mis kürəyə F qüvvəsi müəyyən təcil verir. Aha, bax, onda A1-i A qəbul eləsək. Bax, D kublar ixtisar gedir. Onda A2 nəyə bərabər olur? 27 A-ya. Onda dördüncünün cavabı nə olur? Yox. Hə, qüvvəni soruşur məndən. Məndən qüvvəni soruşur, bağışlayın. Qüvvə ilə onda diametri necə asılıdır? Kubu ilə düz asılıdır. Diametri 3 dəfə azaldıramsa, onda qüvvə nə olacaq? 27 dəfə azalacaq. Mən təcillə işləyirdim. Diqqətli oxumamışdım. Baxaq, 5-ci. Fx qüvvəsinin təsiri ilə birinci cisim 2AX. 2Fx qüvvəsinin təsiri ilə isə AX bölünsün 2 təcil almışdır. Kütlələrini tapın. Baxın, Fx qüvvəsinin təsiri ilə birinci cisim, yəni M1 2AX təcili alır. 2Fx qüvvəsinin təsiri ilə ikinci cisim, yəni M2 isə AX bölünsün 2 təcili alır. Tapaq. Buradan M1-i tapsaq, birincidən. Bu 1, bu da 2. Fx bölünsün 2AX eləyir. Deməli, baxaq. İndi 2-ni vuraq bura olacaq. 4Fx də bərabərdir. M2AX. Onda M2-ni tapanda nə edirik? 4Fx-i bölürük AX-ə. Tərəf-tərəfə bölək. M1-i bölək M2-yə. Fx böl 2AX vurulsun 4Fx. AX-ə qalxır yuxarı. Fx-lər və AX-lər ixtisar gedir. Qalır 8-də 1. 5 olur. D variantı. Baxaq 6-ya. Cismə təsir edən qüvvənin modulunu 8 Newton artırdıqda onun təcili 5 dəfə artır. Başlanğıc anda cismə təsir edən qüvvə. Bax, qüvvəni deyir 8 Newton artıranda onun təcili 5 dəfə artır. F bərabərdir MA-dan. M sabit isə A F-lə düz asılıdır da. Münasibəti yazırıq. Getirək qoyaq yerinə. F1, F2-in yerinə F1 üstə gələk 8, A1-in yerinə elə A1 saxlayıram, A2-in yerinə də 5A1 yazacağam. A1-lər ixtisar getdi, olur 5F1 bərabərdir. F1 üstə gələk 8, 4F1 8-dirsə, F1-im nə qədərdir? 2 Newton cavab olur. A variantı. A və B cisimləri F qüvvəsinin təsiri ilə üfüqi müstəvidə sürtünməsi sürüşürlər. B cismi tərəfindən A cismə təsir edən qüvvə. Baxın, Newton 3-cü qanuna görə A B-yə hansı qüvvə ilə təsir edirsə, B də A-ya eyni qüvvə ilə təsir edir. Qarşılıqlı tərsdir. Yəni, FAB, FBA-ya bərabərdir. Yəni, birinci ümumi təcili tapaq. Təcili tapanda nə edirik? Əvəzləyici qüvvəni sistemin kütləsinə bölürəm. 60-ı bölürəm, 3 üstə gələ 2, 5-ə, cavab eləyir 12. 12 metr böl saniyə kvadrat təcilindən cisimlər bu istiqamətdə hərəkət edirlər, düzdürmü? İndi mən B cismindən A cismə təsir edən qüvvə. Dedik ki, B-nin A-ya təsiri A-nın B-yə təsirinə bərabərdir. Elə bax, mən bunu tapsam, yəni A-nın B-yə təsirini tapsam, B-nin A-ya təsirini tapmış oluram. Baxaq, bu cismə bu istiqamətdə bir qüvvə təsir eləyir. Yəni, FAB bərabərdir. A təcili ilə sağa meyl eləyir, yəni MA-ya bərabərdir də, belə deyək. A təcilimiz 12-dir, kütləmiz də 2-dir. Olacaq 24 Newton.
Cavab olur C variantı. Əslində B-nin A-ya təsirini də tapa bilərdik. Sadəcə burada yenə eyni qiymət alacağıq onsuz da. Sadəcə burada əks istiqamətli qüvvələr yaranır, işimiz bir qədər uzanır. Gərək 60-dan çıxaq, onu biraz uzun olur. Ən yaxşısı elə, baxın elə bu A-nın B-yə təsiri var. Bax bunu tapmaqdır. Buna hansı bu istiqamətdə təcil 12 metr/saniyə kvadrat təcinlə hərəkət edir. Onda FAB-ni tapanda MA ilə tapırıq. Daha rahat olur da bizə. Uzanmayan ipə bağlanmış bir-iki cisimlər sabit F qüvvəsinin təsiri ilə modulcu A təcili ilə hərəkət edirlər. Bir müddətdən sonra 1 və 2 cisimlər arasında ip anidən qırılsa. Burada ip qırılsa, birinci cisim düzxətli bərabər sürətli hərəkət halını saxlayacaq. Ona görə onun təcili olacaq 0. İncə baxaq. Təcil nə qədər olacaqdır deyir. İkinci cismin təcili nə olacaq? Birinci cismin təcili 0-dır. İkinci cismin təcilini tapmaq lazımdır bizə. Bunun üçün nə edirik? Gəlin birinci halda təcilimizə baxaq. Təcil nəyə bərabərdir? F bölünsün sistemin kütləsi, yəni 4-ə. İp qırılandan sonra F ancaq bu ikinci cismi dartacaq. Onda A2 nəyə bərabər olacaq? F bölünsün M-ə. A bölü 4-dən, yəni bax F bölünsün 4-emi bir A qəbul eləsək, F bölünün bizə nəyi verir? 4A-nı verir. Deməli, ikinci cismin təcili artır, birinci cisim isə düzxətli bərabər sürətli hərəkət halını saxlayır. Cavab olur A variantı. 5 metr/saniyə təcillə hərəkət edən cisimlər bu istiqamətdə hərəkət edir. Deməli, onda F2, bax bu A ilə F2 eyni istiqamətdə olduğundan F2 daha böyükdür. F2 daha böyükdür. Yazırıq. F2 çıx F1 bərabərdir sistemin kütləsi vurulsun A-ya. Düzdürmü? Sistemin kütləsi 2, 6, 8, təcilim də 5 olacaq 40. Deməli, F2 çıx F1 mənə 40-ı verdi. Burada bir dənə də T var. Heç onu görməmişəm. T 20-dir. Onda istəsək, bax 2 kiloqram kütləli cisimdən işləyərik, istəsək digər gün işləyərik. Onsuz da eyni tapa... Yox, mənə nisbət soruşur. Baxın, burada 20 newtonluq bir gərilmə yaranır. Gəlin, birinci bax, bu cisimə baxaq. Deməli, cisim sağa meyl etdiyinə görə gərilmə daha böyükdür. Gərilmədən çıxırıq F1-i, bərabər eləyirik MA-ya. Gərilməm 20, çıxılsın F1 bərabərdir. Kütləm 2, təcilim 5. 20 çıxılsın F1 bərabər olur 10-a. F1-imi tapdım, nə qədərdir? 10-dur. Düzdürmü? Bax, elə burada tapmışam da. F2 çıx F1-i 40 tapmışam. Gəlin elə burada qoyaq yerinə. Deməli, F2 çıxılsın 10 bərabərdir 40-a. Onda F2 nə qədər olur? 50. Deməli, F2 bölü F1-dir. 50-ni də ona böləndə cavab eləyir 5. 9 olur D variantı. Sükunət halından eyni anda hərəkətə başlayan cisimlər eyni müddət ərzində eyni yolu gedir. M2 bölü M1 nisbəti məndən soruşur. Baxaq. Cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, onda S nəyə bərabər olur? AT kvadratı bölünsün 2-yə. A-nın yerinə də F bölü M yazsam. İndi nə deyir? Eyni anda hərəkətə başlayırlar, eyni cisimlərdir və eyni qədər yol gedirlər. Gəlin qoyaq yerinə. Onda S1 üçün yazsaq, S1 də elə S-dir də, gəlin elə S yazaq. S bərabərdir. F vurulsun T kvadratı bölünsün 2M1. İkinci cisim üçün yazaq, yenə S yolu gedib. 2F vurulsun T kvadratı bölünsün 2M2. Tərəf-tərəfə gəlin bölək. Tərəf-tərəfə bölsək S-lər ixtisar gedəcək. F vurulsun T kvadratı bölünsün 2M1. Aşağı üçün yazaq 2F T kvadratı bölünsün 2M2. T kvadratlar getdi. F'lər getdi. Onda nə aldıq? 2'lər getdi. Burada nə qaldı? Ancaq 2 qaldı. Deməli. Bu 2'lər də buradan getdi. Onda nə tapdıq? 2. Deməli, M2 bölünsün M1 bizə nəyi verdi? 2'ni verdi.
Kütlələri M1 2 kq, M2 4 kq, M3 8 kq olan cisimlər sisteminə 42 Newton qüvvə təsir edir. İkinci cismin birinci cismə təsir etdiyi qüvvənin modulunu tapın. 2-nin 1-ə təsiri 1-in 2-yə təsirinə bərabərdir. Eynidir. Yəni F1-in 2-yə təsiri F2-nin 1-ə təsirinə bərabərdir. İndi gəlin birinci təcili tapsaq, 42-ni bölürəm sistemin kütləsinə. 2 üstəgələk 4, 6, üstəgələk 8, 14. Cavab eləyəcək 3 metr bölünsün saniyə kvadratı təcilindən cisimlər bu istiqamətdə hərəkət edir. İndi mən 2-nin 1-ə təsirini tapanda 1-in 2-yə təsiri 2-nin 1-ə təsirinə bərabərdir. Gəlin baxaq. Gəlin 1-in 2-yə təsirini tapaq. 1-in 2-yə təsiri, baxın, 1-in 2-yə təsiri hansı kütləli cisimlərə təsir edir? 2 ilə 3-ə. F bərabərdir MA-dan. Kütlə nə qədər olacaq? 12. 3 cisimin 3-ü də sağa 3 metr bölü saniyə kvadrat təcillə hərəkət edir də. Vururuq 3-ə. Cavab edir 36 Newton. Cavab olur C variantı. Burada qüvvəni proyeksiya ayırıq. Bucağa bitişi olan kosinusdur. Olacaq F kosinus alfa, digəri F sinus alfadır. İndi mənə nə deyir? Deməli, kütləsi 5 kq olan cisim F qüvvəsinin təsirini 2 metr bölü saniyə kvadrat təcillə hərəkət edir. Cisimə təsir edən bu qüvvəni tapın. Baxaq, F kosinus alfa bərabərdir. F vurulsun, kosinus 60 dərəcədə alır, 2-də 1, elə F bölünsün 2 kimi saxlayıram. Onda mənim bu F kosinus alfam nəyə bərabərdir? F bölünsün 2-yə də. F bölünsün 2-yə. Düzdürmü? Onda F bərabərdir MA-dan. Bir də cismi hərəkətə gətirən, bax, bu kosinus toplananıdır da. Bu sinus toplananı iş görmür. F-in yerinə yazırıq. F bölü 2 bərabərdir. Kütləm 5-dir, təciləm 2-dir. Onda buradan F-i tapıram nə qədər eləyir? 20 Newton edir. Cavab olur C variantı. İndi baxaq buna. Bunu da sinus və kosinus toplananlarını ayırsaq, yenə cismi hərəkətə gətirən kosinus toplananıdır. Olacaq F kosinus 37 dərəcə. Kosinus 37-də də alır 0,8. Cavab olur 0,8 F. İndi deyir ki, cisim 4 kq kütləli cisim 2 saniyədə 12 metr yol getmişdir. Cisimə təsir edən qüvvə. Onda S bərabərdir. Sükunət vəziyyətindən başladığına görə AT kvadratı bölü 2. A-nın yerinə yazıram. F bölünsün. Yox, gəlin buradan A-nı tapaq. A-nı tapaq. Ehtiyac yoxdur. A-nı tapaq. A nəyə bərabərdir? 2S bölünsün T kvadratı. 2 vurulsun 12 bölünsün 4. Olur 6. İndi cisimə təsir edən qüvvənin qiyməti F bərabərdir MA-dan. Olacaq. F-imizin yerinə 0,8 F. Çünki cismi hərəkətə gətirən kosinus toplanandır. Kütləm 4, təcilüm 6. Buradan F-i tapıram nə qədər eləyir? 30 Newton. Cavab olur B variantı. Baxaq 14. Əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılığı şəkildəki kimi olan 4 kq kütləli cisim X oxu istiqamətində 5 metr bölü saniyə başlanğıc sürətlə hərəkət edir. Qrafikdən istifadə edərək 8-ci saniyənin sonunda cismin təcilinin modulunu tapın. Tapaq. Buranı ağardım. Deməli, cisim yeniləşən hərəkət edir və bərabərdir V0 plus AT-dən. Gəlin, bu F-siləyi A eləyək. F bərabərdir MA-dan. A-nı tapanda nə edirik? F-i bölürük M-ə. Bax, bu F-in qiymətlərini də bölək kütləyə təcili yazaq da. Elə bil F-dən A-ya keçək. 80 bölək, bura olacaq 20. Bura olacaq 10. Keçdik. Birinci, bu qrafikin altında qalan sahəyə baxsaq. Ehtiyac yoxdur. 8-ci saniyədə bizdən təcili soruşur. 8-ci saniyədə, baxın, 6-cı saniyədən 12-ci saniyəyə qədər cisim 10 təcili ilə hərəkət edir. Onda bu 8-ci saniyədə 6 ilə 12-nin arasına düşdüyünə görə elə 10 metr bölü saniyə kvadrat olacaq. Bir də deyirəm. Baxın, bu F-dən təcili keçə bilərik də. Qüvvəni bölərəm. Kütləyə təcili yazaram. Buraya yazaram bir təcil.
Sonra f-in qiymətlərini də kütləyə bölərəm. Deməli, bura olacaq 20, bura olacaq 10. Deyir 8-ci saniyənin sonunda cismin təcili. Mən elə bildim sürət soruşur, ona görə elə yazırdım. Baxın, təcillim 10-dur. 10-dur. 6-cı saniyədən 12-ci saniyəyə qədər mənim təcillim 10-dur. Məndən 8-ci saniyəni soruşursa, bu da 6 ilə 12-nin arasına düşür. O da olacaq 10. Başlanğıc sürəti 5 metr bölü saniyə olan 2 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 10 saniyədə sürət. Baxın, bura yazaq bir A. Yenə dediyim kimi, qüvvəni bölərəm kütləyə, təcil taparım. Sürət soruşur. V bərabərdir. V0 plus AT. Çünki x ox istiqamətdədir sürətim. Və təcilimin zamanından asılığı da görürsünüz ki, oxundan yuxarıdadır. Onca cisim yeniləşən hərəkət edir. Başlanğıc sürətim 5, üstə gələk. Təcilim 2, məndən 10 saniyə soruşur. Vururam ona, 5 üstə gələk 20, cavab olur 25 metr bölü saniyə D variantı. M1 2, M2 5, M3 2 kiloqram olan 3 yükdən ibarət sistem 36 Newton qüvvənin təsirlə hərəkət edir. Təcərimə qüvvəsini tapaq. Belə məsələlərdə ilk birinci təcili tapın. Qüvvəni bölün sistemin kütləsinə. Qüvvəm 36-dır. Sistemin kütləsi 3-ündə cəmləyəcəm. 2 üstə gələk 5, 7 üstə gələk 9, elədir 4. Cisim 4 metr bölü saniyə kvadratı təcillə hərəkət edir. İndi məndən T gərilməni soruşur. Baxın, bu T gərilmə ancaq M1 kütləli cismi hərəkətə gətirir də və cisim sağa doğru təcillə hərəkət etdiyinə görə burada T gərilmə daha böyükdür. Başqa qüvvə yoxdur. Elə onda T gərilmə bərabər olur M1A-ya. Onda T bərabərdir. Birinci cismin kütləsi 2, təcili 4. Olacaq 8. B variantı. İndi burada da ikinci tricik birciyə hansı qüvvə ilə təsir edir? Tez sistemin təcilini tapın. F bölünsün M1 plus M2. İndi deyir ikinci tricik birinciyə. İkinci birinciyə hansı qüvvə ilə təsir edirsə, birinci də ikinciyə o qüvvə ilə təsir edir. İndi baxaq ikincinin birinciyə təsirinə. İkincinin birinciyə təsiri nəyə bərabərdir? M1 vurulsun A-ya. Bunu da yazırıq. M1 vurulsun, F bölünsün. M1 üstə gələk M2. Bu da harada verilib? B variantında verilib. Deməli, çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 12 saniyədir. Deməli, hər dilimə 3 saniyə vaxt sərf edilib. A nöqtəsini keçəndən sonra 3-cü saniyənin sonunda maddi nöqtəyə təsirin əvəzləyici qüvvənin istiqaməti. Cisim saat əqrəbi əks istiqamətdə hərəkət edirsə, 3 saniyə sonra cisim gələcək bura. Bura hərəkət edirsə, onda sürət aşağıya doğru olsa, qüvvə və təcil çevrənin mərkəzinə doğru olacaq. 18 olur A variantı. Verilmiş radiuslu yer sabiti çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin kütləsi 2 dəfə azaldır. F bərabərdir MA-ya. A-nın yerinə yazıram V kvadrat bölünsün R. R sabitdir, V də sabitdir. İndi deyir ki, cismin kütləsi 2 dəfə azalsa, əvəzləyici qüvvə ondan düz mütənasib asılı olduğuna görə 2 dəfə azalacaq. Bu zaman təcil nə olacaq? Baxın, təcildə V kvadratı böl R-dir. Nə V dəyişir, nə R dəyişir. Ona görə təcillim dəyişmir. İndi baxaq buna. Baxın, cisim aşağıya doğru bir ağırlığı var. Düzdürmü? Bax, bu ipdə də bir dənə gərilməmiz var. Bu gərilməni biz ayırırıq toplananlara. Düzdürmü? Yaxşı çəkim. Toplananlara ayırırıq. Şaqili və üfüqi toplananlara. Bax, bu bucaq alfadırsa, onda burada alfadır. Burada alfadır. Onda bucağa bitişi olduğuna görə bura olacaq T kosinus alfa, bura olacaq T sinus alfa. İndi deyir ki, cisim tarazlıqdadır. Onda yuxarı təsir edən qüvvə aşağı təsir edən qüvvəyə bərabərdir. Onda T kosinus alfa bərabərdir MJ-yə. T-ni tapanda MJ-ni bölürəm kosinus alfaya. MJ 24, J-yə də vuranda olur 240. Kosinus da 0,8-dir. Böləndə cavab edir 300. Əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən kütləsi 2 kiloqram olan və sükunət alınan hərəkətə başlayan cismin koordinat təyini yazın. Cisim sükunət alınan hərəkətə başlayırsa, yeniləşən hərəkət edir. Yeniləşən hərəkət edir. Onda sürətlə təcilin işarəsi eyni olmalıdır. Və bu deməkdir ki, təcilim mənfidirsə, onda sürətim də mənfi olmalıdır. Onda x bərabərdir AT kvadratı bölü 2-dən. A-nın yerinə yazıram, F bölünsün M. Yazaq. F-in 2-dir, yox, F-in mənfi 1-dir. Baxda bir mənfisi var.
M-im də 2-də olacaq. Mənfi 0,5 t kvadratı. Yox. 0,5 t kvadratı bölünsün 2. Aşağıda bir 2'miz də var idi. Onda olacaq mənfi 0,25 t kvadratı cavab olur D variantı. 22. Əvəzləyici qüvvənin proyeksiyasının zamanın asılılığı şəkildəki kimi olan 2 kg kütləli cisim x oxu istiqamətində 3 metr bölü saniyə başlanğıc sürətlə hərəkət edir. 4-cü saniyə sonunda cismin sürətini soruşur məndən. İndi nə edirik? Baxaq. Yenə bu qüvvəni gəlinin təcillə əvəz eləyək. Tez F-i bölək. Kütləyə buraya yazaq 7, buraya yazaq 4. Düzdürmü? İndi nə deyir mənə? V bərabərdir və sürət müsbətdir və təcil də T oxuna yuxarıda müsbət olduğuna görə cisim yeniləşir. V bərabərdir V0 plus AT. Başlanğıc sürətim 3-dür. Üstə gələk. Məndən 4-cü saniyənin sonunu soruşur. 4-cü saniyədə mənim təcilim nə qədərdir? 4-dür. Vurulsun 4. Bərabərdir 3 üstə gələk. 16, bir dəqiqə. Aha, mən birinci gəlin. İlk 2 saniyə üçün tapın. Birinci ilk 2 saniyə üçün tapmalıyam. Görək 2 saniyənin sonunda sürət nəyə bərabər olur? Artıq o tapdığımız sürət, 2-ci saniyənin sonundakı sürət artıq ondan sonra 4-cü saniyə üçün tapmalıyam. Dəqiq izah edəcəm. Baxın, başlanğıc sürət 3 üstə gələk. Təcilim 7, zamanım da 2. Olacaq nə qədər? 3 üstə gələk. 14 olacaq 17. 2-ci saniyənin sonunda mənim son sürətim olacaq 17. Aha. Artıq təcil oldu 4. 2-ci saniyənin sonundan sonra artıq təcilim oldu 4. Onda yazıram 17 mənim 2-ci saniyəmin sonundakı başlanğıc sürətimdir. 3-cü saniyənin əvvəlindəki başlanğıc sürətim. Bax, 2-ci saniyənin sonundakı sürətim 17-dir. Amma 3-cü sürətin başlanğıcındakı sürətim artıq 17 olacaq. 3-cü saniyəmin əvvəlində sürət 17 olacaq. Onu da üstə gələk. 4 vurulsun 2 şəklində yazıram. Cavab olur 25. Bu tipli məsələləri də həll eləyəndə, F-in T-dən asılılığını verəndə tez kütləyə bölün, qrafiki A-nın T-dən asılılığına gətirin. Ondan sonra başlanğıc sürəti veribsə sizə, birinci ilk 2 saniyə üçün sürəti tapın. 2-ci saniyənin sonundakı sürətin tapdıq ki 17-dir. Artıq bu 17 mənim 3-cü saniyənin əvvəlindəki sürətim olacaq. Ona görə də bu şəkildə yazdıq. Yəni birbaşa mən burada 4 idi də. Bu 4 təcilini tapa bilmərəm. Onda tapdığım cavab düzgün olmayacaq. 23. Cismin sürətinin proyeksiyası zamanın asılılıq qrafiki verilib. Birinci və ikinci hissələrdə cismə təsirdən əvəzləyici qüvvənin F1x bölü F2x nisbəti məndən soruşur. Birinci gəlin təcili tapaq. A 1 üçün. V çıx V0 bölünsün T. Son sürətim 8, başlanğıc sürətim 10, zamanım 2. Olacaq mənfi 1. İkinci üçün tapaq. V çıx V0 bölü T'dən son sürətim 0, başlanğıc sürətim 8, zamanım da 2. Cavab olacaq mənfi 4. Deməli, F də aynen düz mütənasib olduğuna görə, deməli, F1-i F2-yə böləndə elə A1-i A2-yə bölmüş oluram. Cavab da olacaq 1 bölünsün 4, 0,125 A variantı olacaq. Deməli, cisim V0 ilə F tərs, yəni əks istiqamətdə olduğuna görə yavaş-yavaş hərəkət edir. Onda V bərabərdir V0 minus AT şəklində yazıram. Nə qədər müddət sonra sürət 0-a bərabər olur? Bərabər edirəm 0-a. Başlanğıc sürətim 14. Çıxılsın. A-nın yerinə F bölünsün M yazıram. Vur T bərabərdir 0-a. İndi yazaq 14 çıxılsın. 35 bölünsün 5 olacaq 7 T bərabərdir 0-a. Buradan da T-ni tapıram ki 2 saniyə sonra. Deməli, 4 Newton əvəzləyici qüvvənin təsiri altında sükunət vəziyyətindən hərəkətə başlayan cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin kütləsini tapın. Sükunət vəziyyətindən hərəkətə başlayıb deyə S-in yerinə yazıram. AT kvadratı bölünsün 2. A-nın yerinə də yazıram. F bölünsün M. İndi buradan cismin kütləsini tapanda nə edirəm? FT kvadratını bölürəm 2-yə. 4 vurulsun.
Kiçiklə işləyək də 25. 5-in kvadratı 25. 2 vurulsun. 25 də burada. 25'lər ixtisar gedir. 4-ü də 2-yə bölürük. Tapırıq 2 kiloqram. M kütləli ABC cisimləri şəkildə göstərildiyi kimi hərəkət edir. Cisimlərin aldığı təcillərin modulları arasında hansı münasibət düzgündür? Baxaq. A nəyə bərabərdir? F bölünsün M-ə. Baxaq. A üçün yazaq. Deməli, cisim necə hərəkət eləyəcək? Yeniləşən. Onda yazıram. 2F bölünsün M. F bölümü A ilə işarə eləsəm olacaq 2A. A, B üçün. Baxın, bu perpendikulyar olanın heç bir təsiri yoxdur mənim hərəkətimə. Olacaq F bölünsün M. Bu da A-ya bərabərdir. Onda AC-yə baxsaq, baxın, qüvvələr əks istiqamətdə olduğuna görə çıxıram. 2F bölünsün M, bu da mənə verəcək 2A-nı. Deməli, A ilə AC bərabərdir. Böyüklər AB-dən cavab olur Y variantı. 27. V-ni T-yə bölərəm. Düzdürmü? V-ni T-yə böləndə də nədir? Bura sinusdursa, bura kosinusdur. Sinus alfanı bölürəm kosinus alfaya. Yəni sinus 30-u kosinus 30-a bölürəm. Olur 0,5-i bölürəm 0,8-ə. Cavab olur nə? 8-də 5. Əvəzləyici qüvvəni tapanda F bərabərdir MA-ya. Kütləm 12-dir. Təcrimdə 8-də 5-dir. Buradan da neçə alıram? 4-ə aparsam 3. 4-ə getsə 2. Olacaq 7,5 Newton. Cavab olur B variantı. İndi kütlələri tapmalıyım. Bunun üçün də cismi hərəkətə gətirən ancaq üfüqü toplanandır. Yəni kosinuslardır da F kosinusdur. Alfalardır. Baxaq. Eyni təcillə hərəkət etdiyinə görə hamısının təcili A-dır. Onda M1-i yazıram nədir? F kosinus 30 dərəcə bölünsün A. M2 olur. F kosinus 70 dərəcə bölünsün A. M3 olur. F kosinus 60 dərəcə bölünsün A. Kosinusun da bir dənə belə bir xüsusiyyəti var ki, alfa bucağı harda böyükdürsə, ümumi kosinusun dəyəri orada az olur. Ümumi kosinusun dəyəri də az olanda kütlə də az olur. Görə kütlə harda azdır? Bucaq çox olanda. Deməli, M2-də ən kiçik olacaq, M1-də ən böyük olacaq. M1 böyükdür M3-dən, o da böyükdür M2-dən. Yəni C variantı. Sükunət halından hərəkətə başlayan 2 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilib 4-cü saniyənin sonunda sürətin modulu. Yenə təcillə əvəz eləyək bu qüvvəni. Qüvvənin qiymətini bölək təcillə. Bura olacaq 3, bura olacaq 2. İndi sükunət halına başladığına görə başlanğıc halda sürət oldu 0. Onda V nəyə bərabərdir? A, T-yə. 2-ci saniyənin sonunda mənim sürətimin dəyişməsi nəyə bərabər oldu? 6-ya. İndi baxaq. 4-cü saniyənin sonunda deyir. Onda yazıram. 4-cü saniyənin sonunda artıq təcil mənfidir. Cisim yavaş-yavaş hərəkət edir. Onda başlanğıc sürət 6 çıxılsın. 2 vur 2, 4. O da necə 2 metr bölünsün saniyə. 4-6 kiloqram kütləli cisimlərdən ibarət sistemdə M1 kütləli cisimə şəkildəki kimi 40 Newton qüvvə təsir edir. Gəlmə qüvvəsi. Tez təcili tapaq. Təcil nəyə bərabərdir? Əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Sistemin kütləsi 400/6 10'dur. Əvəzləyici qüvvəni necə tapıram? Baxın, aşağıya doğru bir M1'in ağırlığı var 40. Bir də 40 Newton əvəzləyici qüvvə təsir edir. M2 də 60'dır. Deməli 40-40. Bura 80 Newton'dur. Bura 60 Newton'dur. Hansı daha çox ağırdır? 80 daha çoxdur da. Onda 80'dən çıxıram 60'ı. Deməli nisbət olur 2. Təcilimi tapdım ki 2 metr böl saniyə kvadratı təcillə. Baxın. Bura aşağı düşür. Təcillə bura isə yuxarı qalxır. Məndən gərilməni soruşur. Eyni deyilim gərilmə olduğundan. Yəni birini tapsam o birisini də rahatlıqla tapıram da. Yəni eyni olacaq. Gəlin baxaq. Bu cisimə baxaq. M kütləli cisimə. M kütləli cisim aşağıya doğru 60. Deməli, cisimdə yuxarı istiqamətdə təcillə hərəkət etdiyinə T gərilmə daha böyükdür. T gərilmədən çıxırıq. 60'ı bərabər eləyirik M2A-ya. T çıxılsın 60 bərabərdir M2 6.
Təcildə 2, 12. Onda T-ni tapırıq nə qədər eləyir? 72 Newton. Eyni ipdə eyni gərim olduğundan bax burada da 72 Newton olacaq. 31. Tərpənməz blokdan kütlələri 6-4 olan yüklər asılıbdır. A dayağı götürülərsə, neçə saniyə sonra yüklər arasında məsafə 8 metr olacaq. Yüklər arasında 8 metr, baxın, dayaq götürüləndən sonra hər ikisi 4 metr yerini dəyişib. Məsələn, biri yuxarı qalxanda, biri aşağı qalxıb, eyni qədər. Ona görə aralarında məsafə olub nə qədər? 8. Gəlin təcili tapaq. Təcili tapanda nə edirik? Deməli, M1-in aşağıya doğru 60 ağırlığı var, onun isə 40-dır. Dayaq götürüləndən sonra bu cisim A təcillə aşağı düşür, bu cisim isə yuxarı qalxır. Əvəzləyici qüvvəni bölürük sistemin kütləsinə. Əvəzləyici qüvvənin 60-40 bölünsün sistemin kütləsi 10. Cavab eləyir 2 metr böl saniyə kvadratı təcil. Aha, yüklər arasında məsafə 4. Deməli, dediyim kimi, bu cisim 4 metr aşağı düşür, bu cisim 4 metr yuxarı qalxır. Ona görə aralarındakı məsafə olur 8. Onda S bərabərdir AT kvadratı bölü 2-dən. Düzdürmü? T-ni tapaq. Kök altında 2S bölünsün A. Deməli, hər biri nə qədər yerini dəyişib? 4 metr. S-in yenə 4 yazıram. Təcilin yenə də 2 ixtisar gedir. Kök altı 4-dən də çıxır 2, cavab olur A. Tərpənməz blokdan keçirilmiş uzanmayan çəkisi tipdə şəkildə kimi yüklər asılmışdır. M1, M2 bölünsün, M1 4 olası sistemin təcili. Baxın. Buradan M2 bölünsün, M1 4-dürsə, onda M2 nəyə bərabərdir? 4 M1-ə. Deməli, M2 4 M1J-yə bərabərdir. Bu da M1J-yə bərabərdir. Təcili tapsaq, 4 M1J daha ağırdır. 4 M1J-dən çıxırıq M1J-ni. Bölürük M1 plus M2-yə. Yəni, 5 M1-ə. Yuxarı olur 3 M1J-ni yerinə 10 yazaq. Aşağıda da 5 M1 qalır. M1-lər ixtisar gedir, 5 ilə 10 ixtisar gedir. Təcili nə qədər olur? 6. Sistemin təcili də 6. Asan, bu qədər. İndi deyir ki, A, B cisimlərin aldıqları təcilin əvəzləyici qüvvədən asılılığı verilibdir. Bu iki cisim bir-birinə bağlanaraq 24 Newton qüvvənin təsiri altında hansı təcili hərəkət edir? Birinci, A cisminin kütləsini tapaq. F-i bölürük təcilə. Baxaq, A cisminin 12 Newton qüvvə təsir edir. Təcildə 3-dür, cavab olur 4. İndi B-ni tapaq. 24 bölünsün 3. Cavab neçə eləyir? 8. Aha. İndi məndən nəyi soruşur? Təcili. Yox. Deyir ki, 24 Newton qüvvənin təsiri altında bir-birinə bağlanırlar. Onda yenə 24 bərabərdir. Sistemin kütləsi onda nə olacaq? 4 üstə gələk 8, yəni 12A. Onda A nəyə bərabər olur? 2 metr bölünsün saniyə kvadratına. İndi baxaq buna. V sabitdirsə, onda F sıfırdır. V, bax, bu bərabər sürətli hərəkətdir, bu yeniləşən hərəkətdir. Yeniləşən hərəkətdə də yuxarıda sabit qalır. İndi baxaq. 0 olanda 0 olur, 1 olanda 1, 2 olanda 4, 3 olanda 9. Bu necə hərəkətdir? Yeniləşən hərəkətdir. Yeniləşən hərəkətdə də F T-dən sabit qalır. İkisinin T-dən asılılığı yeniləşən hərəkətdir. Yeniləşən hərəkətdir və T-dən yuxarıdadır. Onda qüvvənin, təcilin, sürətin işarəsi hamısı bərabər eyni olur. Sürət müsbətdirsə, onda qüvvə də müsbət olur. Cavab olur A variantı. İndi baxaq buna. V, bax burada sabitdirsə F sıfırdır. V müsbətdir və azalır. Yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkət etdiyinə görə də V müsbətsə təcil mənfi olmalıdır. Cavab olur C variantı. İndi baxaq. Təcil x ox istiqamətdədir. Müsbətdir, qüvvə əksdir. Deməli, cisim x oxu istiqamətində ümumiyyətlə cismin hərəkətini sürət müəyyənləşdirir. Sürət müsbətdir, təcil mənfidir. Deməli, x oxu istiqamətdə yavaşlamalıdır. Cavab olur B variantı. Təcil hərəkətdir. Deməli, baxaq. Yenə sürət, bu yeniləşən hərəkətsə yuxarıda sabitdir və sıfırdırsa VT-dən asılı deyilsiz, olacaq 0. X oxu əksi istiqamətində V də F-də eyni olduğuna görə yeniləşməlidir. Cavab olur A variantı. İndi baxaq. Cisim yuxarıda sabitdirsə,
Yəni F-in T-dən asılı qrafikinə baxırıq. Birinci 0-T aralığında F yuxarıda sabitdirsə, deməli cisim yuxarıda yeyinləşib. X ox istiqamətdə yeyinləşib. Və cisim başlanğıc sürətsiz hərəkət etdiyinə görə mən dedim ki, cisim yeyinləşib. Baxın, F0 0-dırsa, cisim dayandığı nöqtədən hərəkətə başlayanda mütləq yeyinləşməlidir. Yeyinləşməlidir. Mən də görürəm ki, F-in T-dən asılılığı nədir? Yuxarıda sabitdir də. Ona görə mən buradan belə qərara gəlirəm ki, cisim X ox istiqamətdə yeyinləşir. Ondan sonra təcil mənfidir. Cisim neyniyəcək onda? Başlayacaq X ox istiqamətdə yavaşmağa. Ondan sonra yuxarıda sabit olduğuna görə onda cisim olacaq X ox istiqamətdə yeyinləşəcək sonra yenə. Və cisim birinci X ox istiqamətində yeyinləşdi. Sonra X ox istiqamətdə yavaşmağa başladı. Ondan sonra təkrar bir də yeyinləşdi. İndi nə deyir? X ox istiqamətdə hərəkət edən cismə təsir edən qüvvələr şəkildəki kimidir. Cismin sürətinin proyeksiyasının zamanın asılı qrafiki hansıdır? Baxaq. F. Bunların əvəzləyicisi kök altında F kvadrat üstəgələ F kvadrat. Pifaqorla tapırıq ki, kök altında 2F'dir. Deməli, bu istiqamətdə də kök altı 2F'dir, bu istiqamətdə də kök altı 2F'dir. Onda cisim necə hərəkət edir? Düz xətli, bərabər sürətli. 2 olur D variantı. 43. İndi baxaq, cisim necə hərəkət edir 43-də? Birinciyə baxaq. Birinci düz xətdir, onda F olacaq 0. Sonra yavaşlayan hərəkət edir. X ox istiqamətdə yavaşladığına görə F mənfidə sabit qalmalıdır. Bu da sükunət halı olduğuna görə 0 D variantı. İndi gəlin buradan V çıx V0 bölünsün T-dən. Tapaq təcilimizi. Son sürət 10, başlanğıc sürət 0, zamanı da 5 olacaq 2. F-i də tapanda MA-dan tapırıq da. Kütləm 2-dir, təclim 2-dir, olacaq 4 və yuxarıda sabit qalacaq, çünki bərabər təcili hərəkətdir. İndi baxaq, F sabitdir. F sabitdirsə cisim neyinir? T oxundan yuxarıda, yəni X ox istiqamətdə yeyinləşir. Cisim mənfidədir, bax, cavab olur 45 A variantı. Birinci X ox istiqamətdə yeyinləşir, sonra yavaşlayır. İndi hamar üfüqi müstəvi üzərində kütlələri 1 kiloqram, 2 kiloqram olan iki cisim sapla bir-birinə bağlanmışdır. F1 3, F2 9 Newton olarsa cismi təcil. Baxın, əks istiqamətdə qüvvələr təsir edirsə, gəlin əvəzləyici qüvvəni tapaq. Əvəzləyici qüvvə nəyə bərabərdir? 9 çıxılsın 3, 6. Təcili tapanda bax, bu əvəzləyici qüvvəmi sistemin kütləsinə bölürəm. Yəni 6-nı bölürəm, 1 üstə gələk 2, 3-ə. Olacaq 2. Deməli, cisim 2 metr böl saniyə kvadratı təcillə, baxın, sağ istiqamətdə hərəkət edir. İndi baxaq. Hamar müstəvidə iplə bağlanmış bərabər kütləli M1 bərabərdir M2 tirci F dartı qüvvəsinin təsiri altında A təcili hərəkət etdirir. Tirciklərin bağlandığı ip anidən qırılarsa, təcilər üçün hansı münasibət? Baxın, əgər ip qırılsa, bu M2 kütləli cisim düz xətli bərabər sürətli hərəkət edəcək. Ona görə də onun təcili nə olacaq? 0. Amma ikinci cismin təcili artacaq. Çünki bu F dartıb M1 plus M2-ni də artırdı. İp qırılandan sonra ancaq M1-i də artır. Onda nə olur? Təcil artır. Gəlin birinci halda təcili tapaq. Onda F nəyə bərabərdir? M1 plus M2-yə. M1 də M2-yə bərabər olduğuna görə bunu bir M ilə qəbul etsək, onda olacaq 2M. Birinci halda. İkinci halda isə bu F dartı ancaq M-i də artır. Onda təcil nə oldu? 2 dəfə artdı. Təcil də 2 dəfə artdığına görə olacaq bax. Aha, 3, 4. Bu necə hərəkətdir? Bərabər təcili hərəkətdir. Bərabər təcili hərəkətdə deməli 2 hal ola bilər də. Cisim X ox istiqamətdə yeyinləşsə, ikisinin də işarəsi müsbət olacaq. Bax, 1 də ola bilər. Bir də cisim X oxu əksi yavaşlaya bilər. Baxın, X oxu əksi yavaşlayır, düzdürmü? Təcil, sürət mənfidir. Yavaşladığına görə artıq qüvvə təcil müsbət olmalıdır. Bax, 2 hala uyğun gəlir, 1 və 5 halına. Bir də 3-ə baxaq, bax 3 də uyğun gəlir. Burada 0-dan sükunət vəziyyətindən yeyinləşir. Burada isə müəyyən bir qiymətdən yeyinləşir. Onun görə cavab olur 1, 3, 5. Verilmiş kütləli cisim üfüqi səth üzərində sabit F1 və F2 qüvvələrinin təsirinə düz xətli hərəkət eləyir. Aha. İndi baxaq.
1, 2, 3 hallarına. Baxın. F1 F2-yə bərabər olsa, F1 F2-yə bərabər olsa, cisim düz xətli bərabər sürətlə hərəkət edir. Onda Y gedəcək ortaya. Bax, bu Y düz xətli bərabər sürətlə hərəkət aldı. İndi F2 F1-dən kiçikdir. Deməli, F1 daha böyükdür. F1 daha böyük olsa, cisim V0 sürəti ilə X ox istiqamətdə gedir. Və onun əksi istiqamətdə bir qüvvə təsir etsə, cisim yavaşlayacaq. Onda V-nin işarəsi müsbət, F-in işarəsi olacaq mənfi. Onda bu hara uyğun gəlir? A-ya uyğun gəlir. Bir də üçüncü halımız var. Üçüncü halda isə F2 böyükdür. F2 böyükdürsə, cisim bu istiqamətdə hərəkət eləyəcək də. Onda V0 ilə A eyni istiqamətdə olduğuna görə cisim yeniləşəcək. C də gedəcək bura. Verilmiş kütləli cisim üfüqi müstəvidə sabit qüvvənin təsiri ilə düz xətli hərəkət etdirilir. İndi baxaq. Baxın, sağa sola təsir edən qüvvələr bərabər olsa, cisim sabit sürətlə hərəkət eləyəcək. Yəni, C gedəcək ortaya. İndi F1 F2-dən kiçikdir. Deməli, cisim F2 böyükdürsə, cisim X ox istiqamətində A təcili ilə hərəkət eləyəcək. Necə hərəkət eləyəcək? Yeniləşən. Ona görə D gedəcək birinciyə. F1 də F2-dən böyük olsa, cisim X oxunun əksi istiqamətində hərəkət eləyəcək. Bax, belə. Cisim X oxunun əksi istiqamətdə hərəkət eləyəcək. Sürət X ox istiqamətdə, təcil X oxunun əksi istiqamətdə. O da necə hərəkət olacaq? X ox istiqamətdə yavaşlayan. O da gedəcək bura. Deməli, baxaq. 0T aralığında cisim düz xətli bərabər sürətlə hərəkət eləyir. Deməli, əvəzləyici qüvvə 0-a bərabərdir. D getdi bura. Sonra T1, T2 aralığında cisim yeniləşən hərəkət eləyirsə, əvəzləyici qüvvə vektoru ilə sürət vektoru eyni istiqamətdə yönələcək. T2, T3 aralığında yavaşlayan hərəkət eləyirsə, əvəzləyici qüvvə vektoru ilə sürət vektoru əks istiqamətdə yönələcək. Sonra 0T aralığında cisim necə hərəkət edir? Sükunət halından düz xətli bərabər sürətlə hərəkətə başlayan cisim sükunət halından hərəkətə başlayırsa mütləq yeniləşməlidir. Deməli, F mənfidə sabitdirsə, cisim ümumiyyətlə F-də hərəkət edir. Onda X oxu əksi istiqamətdə yeniləşən hərəkət edir. Deməli, B gedəcək buna. Sonra T2 anında F0-dırsa, cisim bərabər sürətlə hərəkət edir. Deməli, hardadır bu? C-də. 2T3 anında isə deməli F sabitdir. F müsbətdə sabitdir. Onda cisim necə hərəkət eləyir? X oxu əksi istiqamətdə yavaşlayır. Baxın, cisim birinci sükunət halından hərəkətə başlayırsa yeniləşir. Yeniləşir. Sonra neyinir? Müəyyən qədər sürətin bərabər sürətli hala gətirir. Ondan sonra isə artıq neyinir? Yavaşlayan hərəkət eləyir. Verilmiş kütləli cisim X oxu əksi istiqamətdə necə? Baxın. V0 X-in əksinədir. Yəni, cisim necə hərəkət eləyir? Yavaşlayan. Yavaşlayan hərəkət eləyirsə X, daha doğrusu, bir də deyirəm, baxın, V0 X oxunun əksi istiqamətdə hərəkət eləyir. Birinci bənddə deyir ki, yavaşlayırsa, deməli, təcil onun əksi istiqamətdə olmalıdır. V0 mənfidirsə, təcil müsbət olmalıdır. A gedir bura. Bərabər təcillə yeniləşirsə, onda təcil elə onun istiqamətində olmalıdır. İkisi də mənfi olmalıdır. D gedəcək bura. Bərabər sürətli hərəkətdə isə F0 olur. C də gedir bura. Axırıncı sualımıza baxaq. Yenə eyni məsələdir, baxaq. F2 F1-dən kiçikdirsə, deməli, F1 böyükdür. Cisim A təcili ilə sağa, X ox istiqamətdə hərəkət edir. Onda yeniləşən hərəkət eləyəcək. Yeniləşən hərəkət də Y variantındadır. Sonra F2 F1-ə bərabərdirsə, cisim düz xətli bərabər sürətli hərəkət eləyir. Onda A gedəcək ikinciyə. Sonra 2 1-dən böyükdürsə, cisim baxın bu istiqamətdə hərəkət eləyir. V X ox istiqamətdədir. A X oxunun əksinədir. Deməli, cisim necə hərəkət eləyir? Yavaşlayır. Necə yavaşlayır? X oxu istiqamətində yavaşlayır. D də gedəcək üçüncüyə.